o dua axtarları həyətləri görmüsünüz də. O da minaskatil. Mən olmuşam əsgəridə, orada sapıyor. Mina axtaran aparat var. Allah əsgərimizi qorusun. Deməli, gecə vaxtı məsələn naşiklə, ya məsələn gündüz vaxtı naşiksiz, kəşfə xarakterli belə axırda onda gecə gündüz saatlara, məşqlərə, təmrinlərə. Deməli, əlində sən həm o cihaz olur, yerdən 4 barmaq. Mən yadıma belə qalıb. Və o vaxt mən çıxmışdım sahə üzrə əsgəridə, çıxmışam birinci çox qəşəng verdi bu mina məsələsini. Saxlayıcıda qalmadım. 4 barmaq belə yerdən hündürlüyündə, bəlkə olsun dəyişir, bilmirəm. Yəni bizim vaxtda belə idi. Belə əlin əsəmə şərti ilə yoxlayırsan da hər bir tərəfi. Hər bir dəmiri o aparat düyülləyir, səs çıxarır. Bəziləri var əllərində tuturlar, bu misal buradan, belə Quranı və ya da ərəb dilində hər hansı bir kitabı. Tərəf nə bilir bugünkü əlindəki kitab Qurandır, ədəbiyyatdır, tarixdir. Tək ərəb dilində bir kitab olsun, şeirdən filandan. Gör ki sənin əlində, gör ki sənin həyətində bu adam dua axtarır. Sənə bunu göstərir. Sənin fikri buna cəmləyir. Gör ki burada yazıb ki, filankəsin həyətində bir də orada əncir ağacı var. Əncir ağaclarına 2 addım sonra orada dua basdırılıb. Quranda hər ayə var? Var ayə. Yox. Axı bu dil düz çıxır axı. Bəli. Cinlərin ram edilməsi var, əhilləşdirilməsi, cinlərin. Xüsusi dualar var. Bu insan eləyə bilər. Amma məsləhət deyil eləsin. Sonra ziyanını çəkir. Dualar hamımıza ola bilər. Amma ehtiyac deyil biz ondan nəsə bir şey eləyək. Lazım onda Allah bizə mömin cinin göndərib kömək eləyə bilər. Bizə ki, olub tarixdə bu hadisələr. Biz düşək onun dalıca bizə yaraşmaz. Ehtiyac yoxdur yəni. Onlar özə gəlib bizə xidmət eləyə bilərlər. Dursun qulluğumuzda. Xüsusi dualar var ki, həmin dualar vasitəsilə cinni ram eləyirlər. Cin insan qulağına diktavat eləyir. Deyir, heç kim onu görmür, eşitmir. Bu adam eşitir. Çünki duaları bu oxuyub, o onu əhilləşdirib. Deyir, məsələn, filan yerdə sağa dön, sola dön, burada dua atsan, filan orada bir şey çıxdı, ya Allah, 1000 mat, 2000 mat qazanı getdi. O sənə bunu göstərir, sənin fikri buna cəmləyir. Ki, sən düşünsən ki, Qurandan baxdı, Qurandan dedi ki, halaldır ona. Qurandan baxdı, Quran qurban olum və çıxartdım da. Mən sizə misal vurmuşam, restoran sahibi bildirmək üçün ki, mənim restoran yeməyi tərtəmizdir, hara sənə göstərir ayaq-qolunu? Gəlsən ayaq-qoluna, tərtəmiz su da var, nədir bu, sabunu da var, hətta bəzisində orada kolonka da var, əli ekranda görsən, əlim mikrofonda mahnı oxuyur. Tərtəmizdir. İnsan sana pul versən restorana. Bilməzsən ki, buranın yeməyi nəzir necə pişirirlər. Təmiz bu mətbəxi. Sənin görmədiyin bir şeyi başqa bir şeyi göstərməliyinə səni sübutluyur. Sən ayağının təmizliyin göstərməliyi ilə mətbəxdə bundan da daha təmizdir. Mesajın sənə şüraltı verir. Əgər buranın bu ayağı bu qədər təmizdirsə, təbii ki, bunun yeməkxanası daha da bunun təmiz olacaq, bu mətbəxi. Bu sənə mesajı verir. Da normaldır da, təmiz olmalı ki, insan təmiz çörəksin, ta müştərisini itirməsin. Burada həmçinin bunu sənə göstərir o cadugər, deyəkmi, deyim amma pis iş görürlər, gəl bəzi xeyir iş görürlər, səyərlə. O ardı mövcud da, dua var, tilsim var, onların işimiz yox. Hər halda bu yolla eləyirlər. Sənə bunu göstərir. Burada yazmıyor, əncir ağacında 2 addım sonra orada dua var. Sənə bunu göstərir, fokuslayır bura, amma buradan məlumat alır. Bunun qulağına o səslər gəlir. Ən'am 121-dir o, oxumuşduq. Hər səs ilahi deyil. Şeytan öz dostlarına bəzən mənim bir vəhiylər göndərir, o səsi hamısı ilahi olmur, şeytani olur. Mən hər o işlə məşğul olan demirəm. Mən bəzən var ki, sırf deyək, tilsimlə, caduyla, pislə məşğul da onlara deyirəm ki, o yaxşı bir iş deyil. Hər bir halda. Peyğəmbər, Süleyman Peyğəmbər bunu ortaya atıb bilir ki, bilən var deyə, həm də onu ortaya çıxarsın, o təqdim eləsin cəmaata. Bu bir. İkinci, mən Bilqisin taxtını Süleyman yerindən qalxanan kimi gətirərəm deyən şəxs kim? O cin, ifrit, Quranda var. Həm o varlıq,
Nə deyir axırda? Və inni alayhi laqaviyyun əmin. Mən bu işə ləqavi, lə təkiddir orada. Qavi yəni qüvvətli. Əmin nədir? Özümə arxayınam. Özümə inanıram. Mən buna gücüm var, mən buna arxayınam. Bu böyük iddiadır ya. İnsan elmi var, özünü tanıyır, Allah'ını tanıyır. Allah'tan eləmişəm, indi mən Allah'tan istəyirəm. Olub da hamımızda ki, düşmüşük çətinliyə, elə bir yerdə ki, yəni heç kim, orada insan bir ağrı gedər, pis olar, bir Allah özün kömək ol, oradan səni çıxarıb vəziyyətdən. Hamımızı çıxarıb vəziyyətdən. Əvvəl danışımı, bu dəstə Yusuf Peyğəmbər çıxıb vəziyyətdən, Züleyxanın evində qapılar hamısı bağlı idi. Allah ümidin bağlı, ya Allah, Allah getdim, qapını aç. O qədər inan vardı. Bu böyük bir şeydir, həqiqətən yaxşı bir insan o qədər Allaha arxan olar ki, yəni Allah mən gedirəm ha, bu işi həll elə. Mən gətirmisən dünyaya, yaratmısan, filan filan, hə, mənim problemim var. Mən hara gedim? Sən Allahın çoxdur bəndəsi, amma mənim bir də Allah, o da sənsən. Başqa Allah axtarmalıyam mən. Mənim müşkülümü həll elə. Gözəl duadır da bu. Və əl çəkmirsə, Allah mənim filan məsələm var. Mən məsələn içindən bu işə məşğulam, din təbliğatçısıyam, ancaq cambara qoymuşam, nə bilirəm, təbliğ edirəm. Mənim bu baxımından, bu işdə filan problemim var. Bunu həll elə, mənə kömək lazımdır. Mən gəlib aldatmaq istəmirəm, hər hansı fasiqə, münafiqə. Deyib desəm, abrım gedər, dinin gözdən düşər. Deyə bəs buna Allah niyə baxır bəs, din təbliğ edirsə? Sən elə mənim üçün. Qəşəng danışıqdır bu. Bir növ ərkanadır. Və beləcə insan Allahla dostluq eləyər, bəzən zarılıyar, bəzən belə ərkan danışar. Əgər onun vücudu və iradəsi bu işdə təsirli olmasaydı, onun mən bu işə qadir və etibarlıyam deməsi mənasız olardı.